tövhidin fəziləti, o dünya və axirətdə bütün sıxıntılardan və aqibətlərdən qurtulmaq üçün ən əzəmətli səbəb. İkincisi, onun faydalarından kim tövhid əhli olarsa, əbədiyyən cəhənnəmdə qalmaz. Üçüncüsü, kimin qəlbində zərrə qədər tövhid olarsa, onun qəlbində o kamilləşərsə, o ümumiyyətlə cəhənnəmə düşməz. Dördüncüsü, onun sahibi, yəni tövhid əhli kamil doğru yolda və tam əmin-amanlıqda olar, dünya və axirət. Beşincisi, Allahın razılığına və savabına yalnız bununla nail olmaq olar və həmçində Peyğəmbər sallallahu əleyhi və səlləm şəfaətinə. Altıncısı, onun ən əzəmətli fəzilətlərindən bütün zahirdə və batində olan əməllər. Yeddinci, onun fəzilətlərindən xeyir əməllər qul üçün asanlaşar. Səkkizincisi, tövhid qəlbdə kamilləşərsə, Allah o qulu sevər və onun imanı artar. Doqquzuncusu, qul üçün sevməyəcəyi şeylər, yəni sevməyəcəyi bir əməlləri etmək də onun üçün asanlaşır. Onuncusu, qul məxluqlara qul olmaqdan hürriyyəti çıxır. 11-incisi, sonuncusu tövhidin fəzilətlərindən tövhid qulun qəlbində kamilləşdikdə artıq o ixlası da tam şəkildə yerinə yetirir.